Ağayev Arif Xudaroğlu, Cəlilabad rayonunun Səbəkən sakini. Şikayətim Cəlilabad rayonunun Səbəkən sakini Məmmədov Zabil Məmmədoğlu, Məmmədov Fikrət Zabiloğlu. Onlardandır. Onlar məndən 6000 manat pul alıb pensiya düzəltmək məqsədi ilə. Mənə allatdı, 6000 manat pulumu da aldı. Evimə də gəldi, dedi ki, xahiş edirəm səndən oğlumun adını çəkmə, nədirsə mən özümün yoluna qoyacam. Məmmədov Zabil Məmmədoğlu sözü mənə deyib. Əliyev Əlimətdən Ərəstınoğlu Uzuntepe kəndi sakini. Şikayətim pensiya düzəltmək adı ilə məndən pul alıblar. Saxta yolla verməyiblər. Aldadıblar məni. Bizdən pulu o niyyətdən almışdılar ki, sizə pensiya düzəldəcək. Məbləğ 7000 manat idi. Səvrabad kənd sakini Zabil Məmmədov, oğlu Fikrət Məmmədov alıblar bir yerdə. 7000 pul vermişəm onlara. Aldadıblar bizi, vermirlər indi də. Salam, mən Vəliyevəli Məmmədoğlu, Cəlilabad rayonunun Səvrabad kənd sakiniyəm. Şikayətim onunla bağlıdır ki, məndən Məmmədov Zabil doğma qaynım və onun oğlu Məmmədov Fikrət pensiya düzəltmək adı ilə yoldaşıma və özümə 9000 manat pul aldı. Və dedi ki, sizə pensiya düzəldəcəm, ayda hər öz 400 manat pul alacaqsınız. Bu, kasıb olduğumuza görə, yaşayış tərzimiz yaxşı olmadığına görə biz buna inandıq və o bizim inanımızdan istifadə edib, dələduzluq yolu ilə oğlu Fikrət bizdən pulu aldı. Son nəticə o oldu ki, bir müddət keçəndən sonra, 1-2 ay keçəndən sonra o bizə getdi, ABB bank kartı verdi. Dəfələrlə hər ay tamam olanda banka saldım kartı, 1 manatda pul götürə bilmədim. Mən Fikrət Məmmədova müraciət elədim ki, axı mən sənə 9000 pul vermişəm, pul ala bilmirəm.